Böyük kədər hissi ilə bildirmək istəyərdik ki, Azərbaycan Hava Yolları Aviaşirkətinin C28243 nömrəli Bakı-Qrozny reysini həyata keçirən Embraer Y190 təyyarəsi Aktau şəhərinin 3 kilometr yaxınlığında qəza eniş edib. Təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla ümumilikdə 67 nəfər olub. Artıq Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilib və hadisə yerində Qazaxıstanın Fövqəladə Xilasetmə Qurumları tərəfindən lazımi operativ dəstək göstərilib. Məlumata görə 37 nəfər təyyarənin göyərtəsində olan sərnişinlərin 37 nəfəri Azərbaycan vətəndaşı, 16 nəfər Rusiya vətəndaşı, 6 Qazaxıstan vətəndaşı və 3 Qırğızstan vətəndaşı olub. Sərnişinlərin siyahısı rəsmi açıqlama olunub. Ölən və yaralananların siyahısı açıqlanacaq. Hazırda Qazaxıstanın prokurorluq orqanlarının əməkdaşları ilə qarşılıqlı şəkildə cinayət işinin istintaqı prosesi davam etdirilir. Cinayət işi üzrə bütün versiyalar üzrə işlər aparılır. İstintaq bu dəqiqə hər hansı bir nəticə sizə deyə bilmirik. Lakin